Qaranlıq bir mağara, qapıda ölüm saçan düşmənlər və içəridə sarsılmaz bir sükunət. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ən çətin anında yanında olan, qəm yemə, Allah bizimlədir müjdəsinə ilk şahidlik edən o mübarək dostun, Həzrəti Əbu Bəkrin radiyallahu anhunun heyrət dolu həyatına səyahət etməyə hazırsınız? Həzrəti Əbu Bəkrin radiyallahu anhunun doğumu, gəncliyi və iman etməsi. Həzrəti Əbu Bəkir radiyallahu anhu fil ilindən təxminən 2-3 il sonra miladi 573-cü ildə Məkkədə dünyaya göz açmışdı. O, Qureyş qəbiləsinin Teymoğulları qoluna mənsub idi. Atası Əbu Quhafə, anası isə Ümmül Xeyr ləqəbi ilə tanınan Səlma binti Saxır idi. Uşaqlığından bəri təmiz əxlaqı ilə seçilən bu gənc, gələcəkdə bir dövlətin qurulmasında və bir dinin yayılmasında ən böyük dayaq olacaqdı. İslamdan əvvəlki Məkkə cahiliyyə bataqlığında boğulurdu. İnsanlar əlləri ilə düzəltdikləri bütlərə tapınır, içki və qumar gündəlik həyatın bir parçasına çevrilmişdi. Lakin Əbu Bəkir fərqli idi. O, hələ müsəlman olmazdan əvvəl belə heç vaxt bütlərə səcdə etməmiş və heç vaxt içki içməmişdi. O, Məkkənin ən dürüst, ən etibarlı tacirlərindən biri kimi tanınırdı. Parlaq zəkası, gözəl nitqi və insanpərvərliyi ilə hər kəsin hörmətini qazanmışdı. Onun Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə dostluğu İslamdan çox-çox əvvəl başlamışdı. Bu iki uca şəxsiyyət bir-birini hələ gənclik illərindən tanıyır, eyni əxlaqi dəyərləri paylaşırdılar. Əbu Bəkir, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nə qədər doğruçu və etibarlı olduğunu hamıdan yaxşı bilirdi. Bu dostluq gələcəkdə qurulacaq böyük bir qardaşlığın təmali idi. Və nəhayət, o müqəddəs an gəldi. Hira mağarasında başlayan vəhiy nuru Məkkəni aydınlatmağa başladı. Allah Rəsulu sallallahu aleyhi və səlləm İslamı təbliğ etməyə başlayanda müraciət etdiyi ilk şəxslərdən biri məhz Əbu Bəkir idi. O, heç tərəddüd etmədən, sən yalan danışmazsan deyərək İslamı qəbul etdi. Beləliklə o, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə iman gətirən ilk azad kişi kimi tarixə düşdü. Həzrəti Əbu Bəkir radiyallahu anhu sadəcə iman etməklə qalmadı. O, var dövlətini, nüfuzunu və canını bu yolda fəda etməyə başladı. İslamın ilk çətin günlərində işgəncə görən zəifləri, Bilalı Həbəşini və neçə-neçə qulu azad edərək İslamın mərhəmət üzünü göstərdi. Onun imanı Məkkə dağlarından daha sarsılmaz idi. Peyğəmbərimizlə dostluğu və hicrət yoldaşı. İslamın ilk illərində ən böyük sınaqlardan biri İsra və Meyrac hadisəsi idi. Məkkə müşrikləri bu möcüzəni eşidəndə istihza ilə Əbu Bəkrin yanına qaçdılar. Onlar elə hesab edirdilər ki, Əbu Bəkir bu dəfə şübhəyə düşəcək. Lakin o, tarixin yaddaşına qazınan o məşhur sözləri dedi. Əgər o bunu deyibsə, deməli doğrudur. Bu sarsılmaz imanına görə Allah Rəsulu sallallahu aleyhi və səlləm ona şübhəsiz təsdiq edən mənasını verən Sıbbıq ləqəbini verdi. Məkkədə müsəlmanlara qarşı təzyiqlər dözülməz həddə çatanca hicrətə icazə verildi. Hər kəs qrup-qrup Mədinəyə gedirdi. Lakin Əbu Bəkir radiyallahu anhu gözləyirdi. Çünki o, ən böyük şərəfi, Allah Rəsulu sallallahu aleyhi və səlləmlə yol yoldaşı olmağı arzuluyurdu. İcazə gələndə sevincindən göz yaşları tökdü. Bu, sadəcə bir köç deyil, bir dinin qurtuluş yolçuluğu idi. Hicrət gecəsi müşriklər Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin izinə düşdülər. İki dost Sevr mağarasına sığındılar. Mağaranın ağzına qədər gələn düşmənlərin səsini eşidən Əbu Bəkir radiyallahu anhu özü üçün deyil, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm üçün narahat olurdu.
O an Peyğəmbərimiz tarixin ən güclü təsəllisini verdi. Qəm yemə, çünki Allah bizimlədir. Bu hadisə Qur'an-ı Kərimdə 2-nin ikincisi ifadəsi ilə əbədiləşdirildi. Əbu Bəkir radiyallahu anhu hicrət üçün bütün malını ortaya qoymuşdu. Yola çıxarkən ailəsinə heç nə saxlamayıb, bütün sərvətini bu yolçuluğa sərf etmişdi. Onu bu yolda aparan güc dünya malına olan bağlılıq deyil, Allaha və onun rəsuluna olan əşq idi. O, yol boyu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin gah önündə, gah arxasında gedirdi. Ona gələ biləcək hər bir təhlükəyə özünü sipər edirdi. Günlərlə davam edən təhlükəli yolçuluqdan sonra Quba və Mədinə göründü. Mədinə xalqı onları böyük bir coşqu ilə qarşıladı. Əbu Bəkir radiyallahu anhu artıq sadəcə bir dost deyil, İslam dövlətinin qurulmasında Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ən yaxın məsləhətçisi idi. Mədinə dövrü və sədaqəti. Həzrəti Əbu Bəkir radiyallahu anhu İslamın müdafiəsi üçün keçirilən bütün döyüşlərdə iştirak etmişdir. Bədirdə, Uhudda, Xəndəkdə və Xeybərdə. O, hər zaman Allah Rəsulunun sallallahu aleyhi və səlləmin yan yörəsində idi. Uhud döyüşündə müsəlmanlar çətin anlar yaşayanda və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ətrafında cəmi bir neçə nəfər qalanda, onlardan biri və ən birincisi məhz Əbu Bəkir idi. O, canını hiçəyə qoyaraq Allah Rəsulunu sallallahu aleyhi və səlləmi düşmən hücumlarından qoruyurdu. Onun fədakarlığı sərhəd tanımırdı. Təbuk səfəri üçün ordu hazırlanan zaman hər kəs imkanı daxilində yardım gətirirdi. Həzrəti Əbu Bəkir radiyallahu anhu isə evindəki hər şeyi gətirib Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə təslim etdi. Allah Rəsulu sallallahu aleyhi və səlləm ondan ailənə nə qoyub gəldin deyə soruşduqda tarixin ən möhtəşəm cavabını verdi. Onlara Allahı və onun Rəsulunu qoyub gəldim. Mədinə dövründə Həzrəti Əbu Bəkir radiyallahu anhu ilə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm arasındakı dostluq, qohumluq bağı ilə daha da möhkəmləndi. Qızı Həzrəti Ayşə radiyallahu anhanın Allah Rəsulu sallallahu aleyhi və səlləm ilə evlənməsi bu iki böyük şəxsiyyəti bir-birinə daha da yaxınlaşdırdı. Həzrəti Ayşə həm elmi, həm də fəziləti ilə ümmətin ən mühüm qadınlarından biri oldu və atasının dürüstlüyünü, zəkasını özündə cəmləşdirdi. Mədinədə siyasi və ictimai məsələlərdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tez-tez Əbu Bəkirlə məsləhətləşərdi. O, sadəcə bir əskər deyil, həm də böyük bir strateq və hakim idi. Allah Rəsulu sallallahu aleyhi və səlləm xəstələnib namaz qıldıra bilməyəndə öz yerinə məhz Əbu Bəkirin imam keçməsini tapşırmışdı. Bu, onun ümmət arasındakı uca məqamının ən bariz göstəricisi idi. Həzrəti Əbu Bəkir üçün Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin istəyi hər şeydən üstün idi. Hudeybiyyə sülhü kimi müsəlmanların ilk baxışda çətinlik çəkdiyi qərarlarda belə o, hikmətin Allah Rəsulunda olduğunu bilir və tərəddüdsüz itaət edirdi. Onun bu təslimiyyəti Mədinə dövrünün ən böyük mənəvi sütunlarından biri oldu. Xəlifə seçilməsi və riddə müharibələri. Peyğəmbərimizin vəfat xəbəri yayılanda bəzi səhabələr, hətta Həzrəti Ömər belə bu acı həqiqəti qəbul etməkdə çətinlik çəkirdi. Lakin Həzrəti Əbu Bəkir radiyallahu anhu böyük bir mətanətlə ayağa qalxdı və o tarixi xütbəsini oxudu. Kim Mühəmmədə tapınırdısa, bilsin ki, Mühəmməd vəfat etmişdir. Kim Allaha ibadət edirdisə, bilsin ki, Allah diridir və əbədidir. Bu sözlər ümməti özünə gətirdi. Mədinəli müsəlmanlar olan Ənsar xəlifə seçmək üçün Bəni Saidə çardağında toplanmışdı. Müzakirələr gərgin idi. Həzrəti Əbu Bəkir və Həzrəti Ömər oraya gələrək ümmətin birliyini qorumağın vacibliyini anlatdılar. Nəhayət, səhabələrin ittifaqı ilə Həzrəti Əbu Bəkir radiyallahu anhu İslam dövlətinin ilk xəlifəsi seçildi. O, rəhbərliyi bir imtiyaz deyil, ağır bir məsuliyyət kimi qəbul etdi. Peyğəmbərimizin vəfat xəbərindən dərhal sonra Ərəbistan yarımadasında böyük bir qarışıqlıq yarandı. Bəzi qəbilələr İslamdan çıxdıqlarını, yəni mürtəd olduqlarını elan etdilər. Bəziləri isə zəkat verməyəcək deyə üsyan qaldırdılar.
Eyni zamanda Yəmən və Nəciddə yalançı peyğəmbərlər peyda oldular. Bu üsyanlar riddə hadisələri adlanır. Həzrəti Əbu Bəkir radiyallahu anhu bu təhlükə qarşısında misilsiz bir qətiyyət göstərdi. Bəzi səhabələr şəraitin çətinliyini nəzərə alaraq güzəştə getməyi təklif etsələr də, o, Allah Rəsuluna sallallahu aleyhi və səlləmə verdikləri bir dəvə ipini belə mənə verməkdən imtina etsələr, onlarla vuruşacağam, dedi. O, dövlətin və dinin sütunlarından zərrə qədər də olsa güzəştə getməyəcəyini sübut etdi. Xəlifə Əbu Bəkir qısa müddətdə 11 ayrı ordu birliyi hazırlayaraq üsyan bölgələrinə göndərdi. Xalid bin Vəlid kimi dahi sərkərdələrin rəhbərliyi ilə Yamamə döyüşündə yalançı peyğəmbər Müseylimə məğlub edildi. Cəmi bir il ərzində bütün üsyanlar yatırıldı və Ərəbistan yarımadasında yenidən tövhid bayrağı dalğalanmağa başladı. Xilafət dövrü, fəthlər və vəfatı. Riddə müharibələri zamanı, xüsusilə Yamamə döyüşündə 70-dən çox Quran hafizinin şəhid olması müsəlmanları narahat etməyə başladı. Həzrət Ömərin təklifi ilə Həzrəti Əbu Bəkir radiyallahu anhu tarixin ən böyük xidmətlərindən birinə imza atdı. O, vəhiy katibi Zeyd bin Sabitin rəhbərliyi ilə bir komissiya qurdu. Daşlar, dərilər və sümüklər üzərində yazılmış, həmçinin hafizlərin yaddaşındakı ayələr böyük bir titizliklə toplandı. Beləliklə, Qur'an-ı Kərim ilk dəfə iki qapaq arasında, yəni mushaf halına gətirilərək, gələcək nəsillərə qorunmuş şəkildə ötürüldü. Daxili sabitlik bərpa olunduqdan sonra, İslam orduları iki böyük imperiyaya, Bizans və Sasani imperiyalarına doğru irəliləməyə başladı. İraq istiqamətində Xalid bin Vəlid radiyallahu anhunun rəhbərliyi ilə qısa müddətdə böyük uğurlar qazanıldı. Suriya istiqamətində Bizans ordularına qarşı göndərilən İslam orduları Yarmuk döyüşü kimi böyük zəfərlərin təməlini atdı. Həzrəti Əbu Bəkir ordularına verdiyi nəsihətlərlə müharibənin də bir əxlaqı olduğunu dünyaya göstərdi. Qocalara, qadınlara və uşaqlara toxunmayın, ağacları kəsməyin. O, böyük bir dövlətin rəhbəri olsa da, həyat tərzi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dövründəki kimi sadə qaldı. Xəlifə seçildikdən sonra belə öz ehtiyaclarını qarşılamaq üçün bazara gedir, qonşularının qoyunlarını sağmağa davam edirdi. Beytülmaldan, yəni dövlət xəzinəsindən özü üçün ayırdığı maaşı belə vəfat edərkən geri qaytarılmasını vəsiyyət etmişdi. Hicrətin 13-cü ili Cəmadəl-Axir ayı idi. Sevimli dostu və rəhbəri Allah Rəsulunun sallallahu aleyhi və səlləmin vəfatından 2 il sonra Həzrəti Əbu Bəkir radiyallahu anhu da ağır xəstələndi. O, vəfat etməzdən əvvəl yerinə Həzrəti Öməri xəlifə təyin edərək ümmətin birliyini təmin etdi. 63 yaşında vəfat edərkən ən böyük arzusu reallaşdı. O, çox sevdiyi dostunun, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanında dəfn olundu. Həzrəti Əbu Bəkir radiyallahu anhu bizə sadəcə fəth edilmiş torpaqlar deyil, eyni zamanda sarsılmaz bir iman, tərəddüdsüz bir sədaqət və dərin bir təvazükarlıq mirası qoydu. O, İslamın ilk xəlifəsi, ümmətin ən xeyirlisi və Peyğəmbərin mağara dostu olaraq qəlblərdə əbədi yaşayacaq.